İlham Əliyev 4 gündür İsveçrədədir, yiyir, içir, şəllənir, Azərbaycan neftini, qazını dünyaya kakalayır, qəşəng pul tutur. Sosial şəbəkələrdə Hər Şeylər Naziri Mikayıl Cabbarov, dalıyca o Rövnəq Abdullayevin yerinə gəlmiş əl meymunu, saqqallı nədir o? Yadımdan çıxdı onun adı. O şimdi Sokarın rəhbəri. Yanında oğlu Heydər, o görüşlər keçirdir. Qızı, arvadı, bir sözlə ailə şirkəti kimi Azərbaycan neftini, qazını dünyaya satırlar, babat pul götürürlər. Elə də poz verirlər ki, elə bir ki, bunlar zavod açıblar, nəsə ixtira ediblər. Azərbaycanımızın sərvətini dünyaya öz kəndi, öz malları kimi satırlar və oliqarxa çevirirlər. İlham Əliyevə səslənirəm. İsveçrədəsən. Və zəng elə mənə, özün ya axranla, yanındakılar görüşək. Sən çıxışında deyirsən ki, bəs vətəndaşlar gəlin Sibrizdən ev alın, Ağşəhərdən ev alın, sonra o 2 qatına qalxacaq. 13 il bundan qabaq sənin prezidentliyin dövründə arvadı qızı Cırıq İbrahim Nehrəmli mənə düz 500 min dəyərində ev atıbdı. Onda belə çıxır ki, mən İlham Əliyev səndən və İbrahim Nehrəmlidən nə az, nə çox 2 qatını 1 milyon istəməliyəm. Çünki sən çıxışında belə demirsən. Neft tükənir, artıq pulu tikintiyə qoymaq lazımdır. Tikinti elə bil maklerdir. O şimdi ev tikir, satır, otel tikir, ondan sonra benzin sokar, satır. Elə də bəhbəhlə güya bu çox güclü, ağıllı adamdır. Görüşlər keçirdi. Nə var ki o görüşü keçirməyə? Onu mən də keçirdərəm, o birisi də keçirdər. Allahın Azərbaycan xalqına verdiyi sərvəti get dünyaya ucuz qiymətə ver, hakimiyyətdə qal, Trump'a 1 milyard ver. 1 milyard demişsən. Deyirlər, İlham 1 milyard verdi Trump'a. 1 milyard nədir ki İlham üçün? Adicə Hacıbala Abtalıbovdan 4200 mənzil götürüblər. O mənzillərin qiyməti Rauf Cırığın oğlu, baldızını qayran deyir ki, nə az, nə çox 4 milyard 200 milyon edir. 4 milyard 200 milyon. Sadəcə Hacıbaladan alıblar. Deyir, nədir o? Ramiz Mehdiyevində 3000 mənzili var. 3 milyard da bu. Elə şişirdirlər ki, loxladı, nə bilim, Trump İlhamdan 1 milyard aldı. 1 milyard İlham Əliyev üçün nədir? Deyə gedib orada kontraktlar bağlayır. Dünyaya neft satır, sokar satır, qaz satır. Öz şəxsi malı kimi. Arvadı, uşağı, nə gəlinlərini də aparıb. Nəsillik hər kəs öz haqqını tələb eləməlidir. İlham Əliyev, sənin və İbrahim Nehrəmlinin sənin dediyinə görə mənə 1 milyon borcunuz var. Mən zamanında ev almışam, qiymətlər də qalxıb kəllə çarxa. Bunu sən dedin İlham Əliyev. Və istəyirsənsə gəl gör.